İnsanların əksəriyyəti özünə müsəlman deyir. Bəs görəsən müsəlman sözünün mənası nədir? Qurana nəzər saldıqda Allah insanları bir neçə qismə bölür. Müsəlmanlar, insanlar, möminlər, kafirlər, fasiqlər, münafiqlər, müşriklər və s. Qurana nəzər saldıqda müsəlman sözünün mənasını təslim olmaq kimi başa düşürük. Müsəlman yəni təslim olan. Biz də Allahın hökmlərinə, əmr və qadağalarına nə qədər təslim isə, nə qədər iman gətirmişiksə, bir o qədər müsəlman sayılırıq. Adətən ətrafımızdan bu sözü eşidirik. Əşi, qəlbin təmiz olsun. Filan işi görməyə nə ehtiyacı var ki? Əşi, əsas qəlbin təmiz olsun. Bunun içib içməməyə nə aidiyyəti var ki? Amma həqiqətdə bunlar müsəlman, yəni Allaha təslim olmaq məsələsindən artıq çox uzaqdırlar. Həqiqi müsəlman, Allaha təslim olan, onun buyurduqlarını yerinə yetirən və onun qadağan etdiklərindən çəkinənlərdir. Siz də əsl müsəlmanlardansınızmı?